My name is Safiya. For about 3 years, təxminən 3 ildir ki, I have been living in Texas. Mən Texasda yaşayıram. Diqqətli olursunuz, have been feilin sonunda ing. Bu indiki bitmiş zaman qaydasıdır. Qeyd eləyirsiniz. I came here, mən buraya gəldim from Honduras, Hondurasdan, with my whole family, bütün ailəm ilə. My brother-in-law has resided, mənim qaynım has resided, yaşayıb, məskunlaşıb in the USA, Amerikada, Birləşmiş Ştatlarında for many years, illər ərzində. For nədir? Müddət bildirir, ərzində. Many years, illər, çox illər ərzində. And is a government employee və hökumət işçisidir. That's why, buna görə, the rest of the family, ailənin qalanı, was able to immigrate to the USA. Was able to, can'in sinonimidir. To be able to, can'in sinonimidir. Can'in hansı sinonimlərini bilirik? Manage to bilirik. To be able to bilirik. Bir də can'in özünü bilirik. Üçü də bacarmaq, bilmək mənası verir. Demək ki, Amerikaya köçmüşdür. There is a violence in my home country, but the reason he wanted to settle in North America was that the wages are much higher and life is more convenient in general. Demək ki, there is violence, mənim ölkəmdə şiddət var idi. In my home country, öz ölkəmdə. But the reason we wanted, amma səbəbi, but the reason, səbəbi, we wanted, biz istədik ki, settle in North America, Şimali Amerikada məskunlaşaq, was that, bu idi ki, the wage, yəni maaş, are much higher, daha yüksək idi, and life is more convenient, və həyat daha convenient, yəni rahat idi, in general, ümumiyyətlə. Sometimes, bəzən, I don't understand everything, hər şeyi başa düşmürdüm. That's being said. Yəni, necə deyilir, başa düşmürdüm. Then, sonra I asked the teacher, müəllimdən soruşuram. Can you speak more slowly, please? Can you speak, danışa bilərsiniz more slowly, daha yavaş, please, zəhmət olmasa. Actually, əslində, my English, mənim ingilisim has improved a lot, çox inkişaf edib, since, çünki I am learning in a group, mən qrupla oxuyuram, qrupda öyrənirəm, yəni ətrafımda uşaqlar nəzərdə tutur. It is just more fun, bu daha əyləncəlidir. And enjoying learning in small groups və kiçik qruplarda yəni öyrənməni daha da yaxşılaşdırır. Enjoying əslində bir şeyə cəlb olunmaq deməkdir. Amma yəni kiçik qruplara cəlb olunmaq öyrənməni daha da yaxşılaşdırır, bu mənanı verir. I am glad that I have the opportunity to learn proper English. Mən şadam ki, I have the opportunity, mənim imkanım olubdur to learn, öyrənməyə ingilis dilini in a country, ölkədə, where, harda ki, sometimes it is not even necessary, sometimes bəzən it is not even, hətta deyir bu necessary, yəni vacib olmur. Nə mənada deyir buna ehtiyac olmur? Yəni, belə ingilis dilində öyrətməyə, məsələn, Amerikadakıların nə ehtiyacı var ki, belə əyləncəli formada ingilis dili öyrənsinlər? Zaten ora Amerikadır da, ingilis dilli ölkədir. Yəni, kənardan gedən bir insan üçün nəzərdə tutur ki, şadam ki, ehtiyac olmasa belə düzgün ingilis dilini öyrənmək imkanını mən burada əldə etmişəm. Yəni, buradakıların ehtiyacı olmasa belə mən əldə etmişəm. My dad had bought a big new house for all of us. Atam bizim hamımız üçün ev alıbdı. Big new house, böyük bir ev for all of us, bizim hamımız üçün. The house has 3 floors. Otağın var 3 floors, həm döşəmə, həm də mərtəbə deməkdir, qatı. On each floor, hər bir qatda, it has 8 rooms, 8 otaq var. It also has a large attic, həmçinin böyük attic mansarı var, which hansı ki my dad, mənim atam planlaşdırır rent out, kiraya verməyi.
My dad explains to me, atam explains, izah edir to me mənə that ki, it is not easy to find reliable and affluent tenant. It's not easy, asan deyil, to find, tapmaq, reliable, etibarlı and affluent, yəni imkanı olan tenant, kirayətçi deməkdir. Sonra harda qalmışdım? This weekend, bu həftə sonu he is expecting, o gözləyir some applicants, bəzi müraciət edənləri. Applicants, yəni ərizə verən, müraciət edən. Last weekend, ötən həftə sonu, we already had some applicants, bizim already artıq had var idi. Some, bəzi applicants, yəni müraciət edənlərimiz, but they were not qualified. Qualify uyğun olmaq deməkdir. They were not qualified, onlar uyğun deyildilər. The first family was unemployed. The first family, birinci ailə was unemployed, işsiz idi. And the second family, ikinci ailə wanted, istəyirdi to bring in a sick grandmother, xəstə nənəsini bring gətirsin. My dad prefers, atam istəyirdi, üstün tuturdu, to wait, gözləməyi üstün tutur. Until he finds the right people, tapana qədər, until he finds, tapana qədər, until nədir? Qədər. The right people, doğru insanı. He says, o deyir, it's best, bu ən yaxşısıdır to have single persons, tək adamın olması, without family, ailəsiz, and non-smokers və sigaret çəkməyən. Burada bir şeyə diqqət edin və bu qaydanı sizdən soruşacağım, qeyd edin. Sıra sayları, baxın, the first. Sıra sayları z artiklı ilə işlənir. The first və yaxud da the second. Diqqət edin. Olsun 3. The third. Sıra sayları z artiklı ilə işlənilir. Keçək digər mətnimizə. My name is Cliff. I'm from the USA. US-dənəm and I would like to study in Germany. I would like to, yəni mən oxumaq istəyərəm Germany, Almaniyada. Bunu sizə yazmışam. Would like to, yəni istəyərdim mənası verir. To study, oxumağı in Germany, Almaniyada. I have excellent grades. Mənim əla grades qiymətlərim var. But for admission, amma administrasiya üçün to a German university, Alman admission, admission, icazə. Alman universitetlərinə admission, yəni icazə, qəbul olunma, but for sayəsində deməkdir. But for admission to a German university, I would need to speak sufficient Germans. Amma deyir, Alman universitetlərinə daxil olmaq üçün mənə lazımdır ki, speak, danışım, sufficient, kifayət qədər Almancam olsun. With a language exam, dil imtahanlarında, such as the DSH or TDAF kimi dil imtahanlarda, nətər bizdə IELTS-dir, TOEFL-dır, burada da bunlardır. İmtahanlarda I can prove my expertise. Mən deyir, inkişaf etdirə bilərəm. Burada deyir ki, prove, improve sözünə getdi mənim fikrim. I can prove, mən sübut edə bilərəm. Sübut edə bilərəm. My expertise, mənim bacarığımı sübut edə bilərəm. However, lakin, if I apply for an international major, əgər mən Alman dili üçün apply for müraciət etməkdir. Əgər mən deyir, beynəlxalq proqrama müraciət etsəm, if I apply for an international major, əgər beynəlxalq proqrama müraciət etsəm, a German language, Alman dili exam imtahanı is not necessary, lazım olmur. Then sonra I am allowed to improve, mənə lazımdır ki, allowed icazə verməkdir də, bilirsiniz. Mənə lazımdır ki, then I am allowed, mən deyir o zaman, mənə o zaman icazə verilir ki, to improve German language, Alman dilimi inkişaf etdirim, bacarığımı, skills, in a regular language, adi bir sıravi dil ilə, dil kursunda. Fortunately, təəssüf, xoşbəxtlikdən, I already speak some German, mən artıq bəzi
Alman dilini inkişaf etdirirəm. Nəsə, bu mətn xoşuma gəlmədi. Bu mətni bir də oxumaq istəyirəm. I am from the USA. Yes, Amerikadanam and I would like to study in Germany. Almaniyada təhsil almaq istəyərdim. I have an excellent grade. Əla qiymətlərim var. But for amma admission to German University, Alman dili universitetinə admission icazə almaq üçün, daxil olmaq üçün I need to speak sufficient German. Mən kifayət qədər Almanca danışmalıyam. With a language exam, dil imtahanları ilə such as the DSH or test DDAF imtahanlar verməliyəm. I can prove my expertise. Mən öz bacarığımı sübut etməliyəm. However, lakin if I apply for an international major, əgər mən international, beynəlxalq bir şeyə müraciət etsəm, German language exam is not necessary. Alman dili lazım olmayacaq. Then I am allowed to improve my German language skills. Sonra mənə icazə verirlər ki, inkişaf etdirim Alman language dil skills bacarığımı in a regular language course, adi bir İngilis dili kursunda. Fortunately, xoşbəxtdən I already speak some German. Mən artıq bəzi almanlarla danışıram. Bir mətni oxumaq üçün, düzgün tərcümə etmək üçün onu ancaq sürətli oxumaq lazımdır, cümlələri qırmadan, uşaqlar. Siz artıq o mərhələyə çatıbsınız. Mən sizə görə, bəzilərinizə görə məcbur ifadələri qıra-qıra deyirəm ki, biləsiniz harda nə baş verir. Amma artıq siz də bu mərhələyə keçməlisiniz. Today I went with my mother to the circus. Bugün mən ailəm ilə sirkə getdim. Went with my mother, anam ilə getdim to the circus, sirkə. The show started at 6. Tamaşa 6'da başladı. But we arrived early, amma biz erkən qayıtdıq. Because çünki we knew, biz bilirdik. Deyə orada will be a long line, uzun bir cərgə olacaq at the ticket box. Bilet qutusunun yanında. My mother asked, anam soruşdu, why the tickets are so expensive? Why, niyə tickets, biletlər are so expensive, çox bahalıdır. The salesperson explained that, satçı izah etdi ki, they have big animals such as tigers. Böyük heyvanlar var, tigerlar kimi. Such as, yəni məsələn, tigerlar. Eats və s. They need to eat enormous amount of meat. They need, onlara lazımdır to eat, yemək, enormous, böyük sayda. Amount, yəni enormous amount, böyük miqdarda meat at every day, hər gün. Finally, nəhayət, the show starts, tamaşa başlayır. First, birinci, we see a clown, biz klon görürük. Who makes jokes, kim ki güldürür. By gesturing with his hands, əlinlə jestlər edərək. Then a huge cake, sonra böyük bir qəfəs is set up, qurulubdur. And the animals arrive, heyvanlar gəlir. We see an elephant that raises a leg. We see, biz görürük ki, fil, hansı ki raises qaldırır ayağını. A monkey that is dressed a girl school costume. Meymun dressed giyinib də qızın school costume, məktəb kostyumunu. And then sonra we see the big cat, böyük bir pişik görürük, let into the cake. Yəni qəfəsin içərisinə aparılır. A tiger has jumped through a burning ring. Tiger deyir, has to jump, hoppanmalıdır. Through içərisindən deməkdir. Burning ring, yəni yanan halqanın içərisindən. And the lion has to jump from stool to stool. Və lion da has to jump, hoppanmalıdır. Yəni stoldan stola. I ask my mother, anamdan soruşuram, if the animals are also doing such thing in nature. Əgər heyvanlar həmçinin doing such thing, bu şeyləri təbiətdə edirlər mi? Mi'ni burada if verir. My mother responds, anam cavab verir that she doesn't know, o bilmir. Last car accident, maşın qəzası. Eləm onu. Last month, keçən ay I drove home, mən evə sürürdüm maşınımı from work, işdən, just as I do every day. Just as, hansı ki deyir, mən bunu hər gün edirəm. I was driving slowly, mən yavaşca sürürəm. Sürərkən was stopped at traffic light, trafik işığında dayandım. Suddenly, qəfildən I heard a loud bang, uca bir səs eşitdim. Bang səsi, yəni. The car behind me, arxamdakı maşın had hit my bumper. Mənim, nə deyirlər, maşın qabağında belə olur, gümüşü rəng kimi. Nəsə ona vurubdu. Maşınların qabağında da, arxasında da olur. Nəsə biraz qabağa çıxır. Oğlanlar bilər. Deyirsiniz bizə də.
I immediately got out of the car. Mən dərhal got out of the car. Maşından çıxdım. And saw that gördüm ki the tailing was broken. Tailing bu elə həmən şeyin tailing sorry. Bu bilirsiz nədir? Maşının arxa tormuz işığı deyirlər. Tormuz işığım qırılıbdı. Tormuz işığıdır bu. The driver admitted, sürücü əlavə etdi ki his guilt, yəni günahını dedi. Dərhal and offer təklif etdi me money, mənə pul təklif etdi for the damage, zədə üçün. Eləmə. He wanted to give me, o istəyirdi ki mənə versin $500 cash. Cash nəqd demək, nəqd $500. I rejected, mən rədd etdim his offer, onun təklifi and told him, ona dedim ki I was going to call the police, mən polis çağıracağım. Suddenly, qəfildən all around, ətrafda, mənim ətrafım, went black, qaranlıq oldu. I have no memory of what happened at that moment. I have no memory, yəni yaddaşımda heç nə yoxdur. What happened, nə baş verdi at that moment, o anda. I awoke in a hospital, mən hospitalda oyandım. The doctor told me somebody had shot me from behind. Həkim dedi ki, kimsə mənim başımın arxasından vurubdu. Bu da belə.